Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyyə ba'də əmmə ba'd. Selamu aleykum və rahmetullah və barakatuh. Çox vaxt soruşurlar, əhl-i beyt kimlərdir? Ümumiyyətlə, əhl-i beyt İslamda məqamı, yeri, təbii ki, mövzu böyükdir, lakin əhl-i beyt kimlər olmağından istəyirik danışaq bugün. Əhl-i beyt xülasə olardı ki, kimlərə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında sədəqə haram idi. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem sədəqə götürməzdi. Ona görə ona nəsə verəndə deyərdilər, hədiyyədir yoxsa sədəqə. Hədiyyə edirsə götürürdü. Sədəqə edirsə dedi, bizə sədəqə haramdır. Sədəqə deməli kimlərə haram idi? Peyğəmbər sallallahu aleyhi ve sellemə, ailəsinə, yəni zövcələrinə haram idi. Ayşə radiyallahu anhə, necə İbn Əbi Şeybədə əsər keçir. Sədəqə olanda deyir ki, biz sədəqə yemirik. Ayşə radiyallahu anhə, çünki əhl-i beyt idi. Ona görə əhl-i beyt kimlərdir? Kimlərə sədəqə haramdır. Gəlin, baxaq, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında sədəqə kimlərə götürmürdü, haram idi. Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri, sonra Aqilin ailəsi, sonra Əlinin ailəsi, sonra Abbasın ailəsi, sonra Cəfərin ailəsi. Bunlar əhl-i beytdir. Əhl-i beytdir. Bunlar və bunlardan sonra gələnlər əhl-i beytdən sayılır. Əhl-i beytdən sayılır. Sadəcə, sual verirlər ki, seyidlər, indiki bu seyidlər, əhl-i beyti bilirsiniz, seyid kəlməsi çox şişirdilib, istifadə olunur və ümumiyyətlə, əhl-i beytdən istifadə olunur, ümumiliklə. Qaldı ki, seyidlərdən və seyid kəlməsi belə şərh edirlər ki, kim deyir ki, mən seyidəm, yəni demək istəyir ki, mən əslim ərəbdir və yəni əslim əhl-i beytdəndir. Əhl-i beytdəndir, Peyğəmbər sallallahu aleyhi ve sellem nəslindən. Amma təbii ki, hər deyən bu sözü götürülmür axı. Xüsusən 14 əsr keçib. Xüsusən tarix boyu əhl-i beytdən həmişə istifadə ediblər. Əsasən də maddi cəhətdən və əhl-i beytin adına pul yığırdılar. Ona görə birinci maraqlı bir nədir? Bizdəki olan seyidlər pul yığırlar, sədəqə yığırlar. Sədəqə əhl-i beyt sənsə sənə olmaz yığmaq. Çünki sədəqə əhl-i beytin haramda olmaz. Əgər sən deyirsən ki, mən seyidəm, sən pul götürməməlisən. Amma bizdə tərsinədir. Kim deyir ki, mən seyidəm, pul yığır. Ya, indi fərqi yoxdur, barmaqlarla, əllə, məsələn, cəfəngiyyat, nağıl kimi gəzdirir, gör ki, avam cəmaat da onun barmaqların arasında pul salır. Hamısı savadsızlıq və cəfəngiyyatdır, xurafatdır. Mimri gecənin nağıllardır, əli şeylərə inanmayın cəmaat. O nədir? Uçur, ələm. Boş şeylər də olar, şəriətdə yoxdur belə şeylər və qəribədir ki, o bəzi məzhəblərdə olanlar bu barədə danışmırlar. Avam cəmaat da yığışır, gör ki, ələmin vaxtı olur, uçmaq vaxtı. Gör ki, sandıqda başlayır tərpənməyə və biri çıxardır və başlayır, gör ki, ələm bunun əlində uçmaq istəyir, qaçmaq istəyir və bu kişimə göstərir, belə ələmi, o mütləq pul qoymalıdır barmaqlar arasına, 5 barmağa. Bunlar cəfəngiyyatdır, bu İslam deyil, şəriət deyil bu, İslam dini deyil. Bu nağıldır, bu dinin adından, cəmaatın savadsızlığından pul qazanmaqdır. Belə cəfəngiyyatlara inanmayın. Seyidlər, biz deyirik seyidlər var. Təbii ki, seyid əhl-i beytdən sülaləsi var. Lakin kim ki əhl-i beyt iddiası edir, onun şəcərəsi olmalıdır. Şəcərəsi olmalıdır. Şəcərə, yəni nəsil ağacı. Orada bütün nəsli olmalıdır ki, var nəsil arxivləri. O nəsli oraya göndərirsə, yoxlayırlar. Əgər varsa, lap tutaq ki, adam bilindi ki, o seyiddir. Qoy olsun, lap yaxşı. Vəssalam, nə demək istəyən ki? Sən seyidsənsə, sən Allahdan daha çox qorxmalısan. Sən Allaha, sən daha çox nümunə olmalısan, yaxşı işlərdə. Sən Allaha daha çox ibadət eləməlisən, sən günahlardan uzaq olmalısan. Sən sədəqə yeməməlisən. Seyid budur. Ona görə, yəni, əhl-i beyt, təbii ki, biz əhl-i beyti sevirik. Əhl-i beyti sevmək imandandır və həmçinin biz bilirik ki, əhl-i beytin nəsli davam edir. Bizdəki kimi necə yayılıb o cür yox, amma var. Var, bəli. Bizdə, demirəm bizdə, ancaq ümumən var. Və əhl-i beyt onlardır ki, xülasə, onlara sədəqə yemək olmaz, haramdır, necə Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında.
Allah subhanahu teala bize işi faydalardan etsin. Ve selamu aleyküm ve rahmetullahi ve berekatuhu.